gecədə cəsur cəngavər insanların köməyinə çatacaq. O insanlara ümid verir və qəlblərinə işıq saçır. Onun əynindəki paltarda sihirli işarələr var. O işarələr yaxşı adamlara sevinç bəxş edir, pis adamların canına isə qorxu salır. Budur, qəhrəmanımız yola düşür. Bizim cəngavər bu yolda tək deyil. Onun özü kimi igid dostları var. Onlar köməyə ehtiyacı olan hamıya əllərini uzadır. Bəzən uca zirvələrdə, bəzən yol kənarında, hər gün getdiyimiz parkda da onların insanlara necə yardım etdiyini görmək olar. Onların atları var. Onların dəmir atları ildırım sürəti ilə irəliləyir. Qarşıdakı təhlükələrə baxmayaraq, xilas olmağı gözləyən hər kəsin yanına tələsir. Cəngavərimiz hər yerə birinci gəlib çatır. O igid dostları ilə birlikdə yaxşı insanları pis adamlardan xilas eləmək üçün gəlib. Pis adamlar onların başına nələrin gələcəyindən hələ xəbərsizdilər. Cəngavərimiz və dostları üçün gecə-gündüz fərq eləmir. Cəngavərimiz dostları ilə birlikdə içəri girirlər. Pis adamlar çaşıb qalır. Nə edəcəklərini bilmirlər. O səni sındırıb kəndinlə düşür. Hə, elə bir uçur. Şu adamlar qalxıb təslim olurlar. Əlbəttə təslim olurlar. Pis adamlar qarşısında bizim qəhrəmanı görən kimi təslim olurlar. Onlar hamıdan güclü və məğlub edilməzdirlər. Mən də böyün önündə qəhrəmanam. Hamıya kömək edəm. Mütləq olacaqsan. Sən onsuz da mənim qəhrəmanımsın.